Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Müğənni Afət Fərman qızı canlı yayımda şəxsi həyatı və gələcək həyat yoldaşı barədə danışıb. O, imkanıma, maşını da maşınıma uyğun olmalıdır deyərək özünə bərabər bir namizəd axtardığını bildirib. Həmin görüntüləri təqdim edirik. Ben 002 Qalinvagen Afət. Mən bunun qabağına buna uyğun heç olmasa eybi yoxdur da 111-dən zaddan çıxardın, qoyun dalaşaq. O desin, mən deyim, savaşaq, belə mərdi-mərdanə. Da, конечно. Yoxsa mən durum Hyundai Sonata'ya cavab verim. İnciməsin, Hyundai Sonata sürənlər. Nə bilim, kombayn sürənə cavab verim. O birisinin adı nədir? O gün mənə biri şey sürürdü. Nədir? Pastadır. Nədir? Bir dənə maşın var, gəlir, şeylə işləyir, özü də tokla, yolda qalır. İnciməsin, onu sürənlər nervlənib deyirəm də o şey. Vallahi Quran haqqı. İndi bunu gedin Allaha şikayət edin ki, niyə Afətin Qalinvageni var? 10 KV 002. 99-la zadla yox, 60-la, bu şeylərlə yox. 10 KV 002. Çıxsın. Priusla zadla mənim qabağıma çıxıb kimsə Prius sürən məni söyməsin. Məni Qalinvagen sürən, 10 KV 002 uyğun nömrə sürən, çıxsın mənə, söz atsın, gör nətər cavabını verirəm. Niyə? Sözün düzünü deyəndə belə olur. Adam məcbur edirsiniz. Mənə yoxsa deyirsiniz, niyə cavab vermirsən? Nəyə cavab verim? Şey sürənə, Sonata sürənə, Qalinvagen mənə deməz, ay mənim sahibəm. Sən məni Hyundai'ya, de halal olsun, halal. Vallahi Qurana and olsun, səbəb budur. Başqa şey yoxdur. İmkanıma uyğun gəlsin, maşının nömrəsi nömrəmə uyğun gəlsin, özü özümə uyğun gəlsin. Başqa da heç nə. O vaxt, məsələn, belə deyim də, indi naşı olmuşam, uşaq olmuşam, hərdən olub cavab vermişəm. İndi mən bu yaşda səhv eləməli deyiləm. İnsan yaşa dolduqca aqilləşir, kamilləşir, dostlar. İndi nə? Can, xoşum gəlir deyirsən. Can, öpürəm sizi. Məndən, bax, ya mənə uyğun olmalıdır, ya da məndən yuxarı. Məndən aşağıya imkan baxımından deyirəm. Mən şəxsiyyət yox, hamımızın şəxsiyyətimiz eynidir. Mən heç kimin şəxsiyyətinə bir kəm. Amma maddi imkanı 10 KV 002 Qalinvagen çıxsın qabağıma, buna uyğun. Siz də rəva görərsinizsə, hodri meydan. Yoxsa ki, şeylə, Hyundai sürür orada, kartı qoyurlar ki, bu karta pul atın, gəldim bura yardım elədim. Afət o yardımları, bir dənə məsəl üçün oğlan var, kartı qoyur ora ki, bir oğlan, bir qaqaş. Cəmaatı, o nənəm deyiləyər. Duxun çatır, Afət kimi öz pulunla elə. Bu da bunun burası. Hə, mən bir də başqa adamların yardımını eləmişəm, onu demişəm. Amma öz cibimdən də eləmişəm. Yəni dediyim odur ki, verilişim səviyyəsizdir. Ay xanım, IQ səviyyən uyğun deyil, çıx da canlımdan. Sənin IQ səviyyən ola bilər ki, ola bilməzmi ki, sənin IQ səviyyən bizim danışımıza kökəlmişəm. İkra belə edir də, ikra adamı. Bəli, ikradandır. Bütün günü ikra yeyəndə insan bax belə olur. İkradandır, sağ əlim sənin başına. Niyə razılıq eləmirəm? Ağzım əyri, gözüm çaş, əyri-qılça deyiləm. Bir bala, nədir, nigahdan üzr istəyəm. Qoy bunu elmi cümlələrlə deyim. Bizim xalq artistimiz demiş, Şeyx Əbdül Həzrətləri deyir ki, zinadan törəyən, belə deyir də, zinadan törəyən o cür yollarla ana olmamışıq. Ona görə də niyə razı da olmayayım ki, siz də özünüzdən razı olun. Bu da bunun burası. Bugün bəzi evlərə təcili yardım gedəcək. Təcili yardım. Qaldı ki, bu söyüşdür, qəti məni narahat eləmir. Bu pul elə qüvvədir ki, bu reklamlar gedəndə istəyirsən nə cür söyüş olur olsun. Bizim cəmaat niyə belədir, ay dostlar? Zəlzələdən, vəlvələdən. İstəyirsən səni söysünlər, istəyirsən tərifləsinlər, gündəmdə ol. Mən 3 gündür toyun behin yığıb yığışdıra bilmirəm, and olsun Allaha. Bu dəqiqə ayın 24 üçün bir sənət yoldaşımla bir balaca aramda inciklik yarandı. Dedi ki, bəs biz toyun sözünü eləmişdik filan. Dedim, behləşməmişdik. Yəni ayrı bir günə 2 toy.